Artıq bu səhvi uşağınıza etməyin. Öncə onların inkişaf xüsusiyyətlərini bilin və sonra onlara nə edəcəklərini deyin. 1-3 yaş dövrü uşaqların böyük və kiçik motor bacarıqları üçün çox önəmli dövrdür. Bu zaman uşaq sərbəst qaşıqdan, çəngəldən istifadə edir, fincandan su içir, həmçinin ayaq üstə sərbəst durur, gəzir, hoppanır, qaçır. 1 yaşında uşaq 10 söz, 1 yaş 6 aylığında 30-a qədər söz bilir, 3 yaşında artıq 300-ə qədər söz ehtiyatına malikdir. 2-5 yaş aralığı uşaqlarda özünə xidmət bacarıqlarının formalaşdığı dövrdür. Artıq bu zaman uşaq corabını, papağını sərbəst geyinib çıxara bilir, iri düymələri açıb bağlaya bilir və köynəyini sərbəst soyuna bilir. 3-6 yaş aralığında uşaq sərbəst nitqindən istifadə edə bilir. Artıq ikinci dil öyrənməyə hazırdır. Bu dövrdə uşaq sərbəst dialoqlarda iştirak edir, rəngləri tanıyır, anlayışları anlayır, nağıl və hekayələr dinləməyi sevir. Uşağınız haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın.